Tuğyan sözündən alınıb. Tuğyan. Tuğyan da həddi aşmaq deməkdir. Tuğyan həddi aşmaq mənasındadır. Tağut da tuğyan sözündən alınıb. Tağut sözünü bir neçə, yəni bir çox sələflər öz kitablarında təfsir ediblər. Sahabələr, tabinlər və s. Lakin Allahu a'lam, Allah daha doğrusunu bilir, daha gözəl və yığcam təfsiri İbn Qeym rahimehullah verib. İbn Qeym İ'lamul Muvaqqi'in an Rabbil Alamin kitabında, bu çox gözəl kitabdır. Kitabın əvvəlində buyurur ki, və tağut, tağut deyir, kullu ma təcavəzə bihil abdu haddahu min ma'budin əv mətbu'in əv muta'in. Tərif verir İbn Qeym. Tağut deyir, hər həddi aşandır. Hər həddi aşan tağutdur. Nədə həddi aşan? İbadət etməkdə, itaət etməkdə və mutada. İzah etsəm. Yəni, Allahdan başqasına ibadət olunan hər bir şey tağutdur. Və onun ibadəti tağutiyyə ibadətidir. Aydındır? Və burada bir diqqət ediləsi məqam var. Buna diqqət edin. Dedik ki, Allahdan başqasına ibadət olunanlar tağutdur. Lakin bunun qaydası var. Mə'bud nə vaxt tağut olur? Əgər razıdırsa, yəni ibadət olunmasına razıdırsa, artıq o tağutdur. Razı deyilsə, tağut deyil. Niyə? Çünki məlum məsələdir ki, mələklər ibadət olunurlar. Və biz dedik ki, ibadət olunan, yəni Allahdan başqasına ibadət olunanlar tağutdur. Və biz bilirik ki, ibadət mələklərə də olunur. İsa aleyhissalam da ibadət olunur. Muhammed sallallahu aleyhi və səlləmə də ibadət olunur. Yəni, insanlar var ki, İsa'ya ibadət edir, Muhammedə ibadət edir, mələklərə ibadət edir. Məgər İsa aleyhissalam tağutdur, mələklər tağutdur, Muhammed tağutdur. Aydın oldu? Cavab xeyr. Niyə tağut deyil? Çünki razı deyirlər. Onlara ibadət olunmasına razı deyirlər. Aydındır? Ona görə yuxarıda qeyd etdim ki, bunun qaydası var. Yəni, mə'bud nə vaxt tağut olur? Əgər razıdırsa. Əgər razıdırsa, onda tağut olur. Yəni, ibadət olunmasına razıdırsa tağutdur. Razı deyilsə, tağut deyil. Aydındır?